Değerli izləyicilər, videonu bəyənib kanala abunə olun ki, hər kəs son xəbərlərdən anında məlumatlansın. Bakıda 233 saylı orta məktəbdə qardaşını qorumağa çalışan azyaşlı qız bıçaqlanıb. Xəbər verilir ki, hadisə mayın 7-sində Qaradağ rayonunun Lökbatan qəsəbəsində orta məktəbin ərazisində baş verib. Tənəffüs vaxtı 5G sinifinin şagirdi Əli Əliyev qeyd-dəqiqə şərh edir, məktəbin dəhlizində digər şəxsin üzərinə bıçaqla hücum edib. Bu zaman həmin şəxsin bacısı qardaşını qorumaq üçün onun qarşısına keçib. Nəticədə həmin qızcığaz əlindən bıçaq xəsarəti alıb. Faktla bağlı araşdırma aparılır. Zaqatalada 36 yaşlı kişinin meyiti tapılıb. Xəbər verilir ki, hadisə ötən gecə rayonun Əliabad qəsəbəsində qeydə alınıb. Kənd sakini 1990-cı il təvəllüdlü Zaur Hacıbayoğlu Ramazanovun meyiti yaşadığı evin həyətyanı sahəsində ailə üzvləri tərəfindən aşkar edilib. Faktla bağlı araşdırma aparılır.